Yaxşı. Bu gün də bir ayrı nağıl oxuyaq Koroğludan. İkinci nağıl oxuyaq. Koroğlunun İstanbul səfəri. Hı -hı. Bura olmalıdır. Koroğlunun İstanbul səfəri. Koroğlunun cavan vaxtı idi. Çənlibeldə yenicə yurt yuva salmışdı. Atası Ala da yanındaydı. Başındakı dəlilərin sayı azdı. Koroğlunun bu vaxtlar uzaqlara səfəri az olurdu. İstanbul xudkarının Nigar xanım adlı bir gözəl qızı vardı. Koroğlu Nigar xanımın gözəlliyinin sorağını almışdı. Qızı almaq istəyirdi. Koroğlunun xudkar qızı Nigar xanımı istədiyini başındakı dəlilər bildilər. Dedilər: "Ay Koroğlu, qəm çəkmə. İzin ver gedək, ya qırılaq, ya Nigar xanımı səndən ötürü gətirək." Dəlilərin cavabında aldı Koroğlu görək nə dedi. İgid gərək yar sövməyə, özü tək gedə, tək gedə. Mehnət qəddin əyməyə, özü tək gedə, tək gedə. Nigarın şirin dilləri, bağrıma sancıb milləri, uzaq-uzaq mənzilləri, özü tək gedə, tək gedə. Qəniminə qılınc çala, ölkəsinə talan sala, düşmənlər üstə baş ala, özü tək gedə, tək gedə. Dolab Polad yarağına, düşə igid sorağına, yüz tülkünün qabağına, özü tək gedə, tək gedə. Koroğluyam, haşa, haşa, girrəm xudkarla savaşa, qırat düşəltməyə paşa, özü tək gedə, tək gedə. Koroğluyam, haşa, haşa, girrəm xudkarla savaşa, qırat döşlətməyə paşa, özü tək gedə, tək gedə. Koroğlu sazla dediyi kimi sözlə də dedi. Dəlilərim, Nigar xanımı gətirməyə özüm gedəcəyəm. Siz qalın Çənlibeli düşmənlərdən qoruyun. Koroğlu qılınc qurşadı, qalxan taxdı, amud astı, neyzə götürdü, üstündən də saz keçirtdi. Qırata mindi, dəlilərlə salamatlaşdı. Qıratı ildırım kimi sürdü. Osmanlı torpağına keçdi. Hər yandan atladı gəldi. İstanbul'a yetişdi. Akşamıdı. Qıratı bir dəyirmançının qapısına sürdü. Dedi: "Ay dəyirmançı, qəribəm. Məni bu gecəlik qonaq elərsənmi?" Dəyirmançı dedi: "Niyə eləmirəm? Düş qal." Koroğlu düşdü. Qıratı töyləyə çəkdi. Özü də dəyirmançının evinə gəlib bir tərəfdə oturdu. Dəyirmançının arvadı Koroğluya çörək gətirdi. Yeməkdən sonra söhbət düşdü. Qoca dəyirmançı dedi: "Ay qonaq, adın nədir? Haralısan? Bura nə üçün gəlmisən?" Qoca dəyirmançının cavabında aldı Koroğlu görək nə dedi. Qoca baba, ölkənizə üz tutub bir qız sorağına gəldim ha gəldim. Osman gözəlinin düşdüm eşqinə, açıq qabağına gəldim ha gəldim. Qıratı çaptırıb yollarda yordum, düşman qarşısında mərdanə durdum. Adım roşən, igid, Çənlibel yurdum, Laçın oğlağına gəldim ha gəldim. Əskik olmaz Koroğlunun qovğası, düşər paşalarla cəngi davası, İstanbul şəhrində xudkar balası,
Nigar fərağına gəldim, ha gəldim. Koroğlu sazla dediyi kimi sözlə də dedi. Ay qoca, xüccarın qızı Nigar xanımı aparmağa gəlmişəm. Onu ələ necə gətirə bilərəm? Qoca dedi, ay oğul, sən təhbir oğlansan. Osmanlı qoşununun içindən Nigarı necə çıxarıb apara bilərsən? Koroğlu dedi, siz Nigarı mənə görsədin, necə aparmağında işiniz olmasın. Koroğlu siz deməkdə dəyirmancının arvadını da qəsd etmişdi. İstəyirdi onun köməyi ilə Nigarı görsün. Arvad bunu anlayıb dedi, ay oğul, mən Nigar xanımı sənə görsədə bilmərəm. Xodkar eşidər, bu uçuq daxmamızı başımıza uçurtdurar. Sabah cümə günüdür. Nigar xanım başında 40 incə qız güllü bağa gəzməyə çıxacaq. Bacarsan, özün get. Orada Nigarı gör, apara bilirsən, apar. Koroğlu gecə dəyirmancının evində yatdı. Sabah açıldı, qalxdı, qıratı çəkib mindi. Dəyirmancı xudkar qızı Nigarın güllü bağını ona nişan verdi. Koroğlu qıratı dəyirmancı nişan verən tərəfə sürdü. Bir bağın qapısında bir bağbana rast gəldi. Dedi, ay baban, xudkar qızı Nigar xanımın güllü bağını mənə nişan ver. Bağban gördü, bu atlı, uca boylu, enli kürəkli, yaraqlı, yasaqlı bir igiddir. Koroğlu bağbanın xoşuna gəldi. Dedi, güllü bağı sənə nişan verə bilərəm. Əvvəl söylə görüm, sən kimsən? Bu boybuxunla, bu atla, yaraqla sənə səltənət sahibi olmaq yaraşır. Bağbanın cavabında aldı Koroğlu. Qırata çəkdirirəm bir cüt üzəngi, uca dağ başında tutaram cəngi, qırram Osmanlını, hindi, firəngi, İstanbulda qılınc çallam inşallah. Qıratımı bəsləmişəm qəhrində, gözəl görmüşəm yarın təhrində. Cümə günü İstanbulun şəhrində, xudkarı təxtindən sallam inşallah. Qarışmayın Koroğlunun işinə, doğ gəlləm düşmanın 55-inə, quzğun qonar yağıların leşinə, səltənət sahibi ollam inşallah. Bağban dedi, oğul, sənin gəzdiyin Nigar xanımın güllü bağı həmin bu bağdır. Onun bağbanı da mənəm. Nigar xanım bugün bağa gəzməyə gələcək. Koroğlu dedi, bağa girib mən onu gözləyə bilərəmmi? Bağban dedi, xudkar bilsə ki, səni bağa bıraxmışam, məni dara çəkdirər. Amma sən xoşuma gəlirsən. Qıymaram boş qaydasan. Atını bir yanda bağla, bağa elə gir ki, heç kəs səni görməsin. Bağda gözlə. İndi Nigar xanım gələr, görərsən. Koroğlu düşdü. Qıratı bir yanda bağladı. Özü bağa girdi. Gözlədi. Bir də gördü Nigar xanım aldan, qumaşdan geyinib. Üzünə qələmdən zinət verib. Başında 40 incə qız budu bağa gəldi. İrəli yeriyib qıza salam verdi. Nigar xanım uca boylu, enli kürəkli, yekə gövdəli, yaraqlı, yasaqlı, çiyni sazlı Koroğlunu görüb, indirib salamını da almadı. Bu vaxt sazını döşünə basıb götürdü Koroğlu. Görək Nigar xanıma nə dedi? Salam verdim, salam almaz. Görüm kəssin salam səni. Axçasız pulsuz aşiqəm. Pulum yoxdur alam səni.
Güllü bağlarda gəzərsən, cahillər bağrın əzərsən, yuxa kağıza bənzərsən, yaza bilməz qələm səni. Xəzinəm yox ağzını açam, dövlətim yox tökəm, saçam, əlac budur alam qaçam, kənli belə salam səni. Hansı dağların qarısan, hansı bağların barısan, nigar, Koroğlu yarısan, bilir küllü aləm səni. Nigar xanım Koroğlundan bu sözləri eşidib qahqaha ilə güldü. Dedi: "Sən bir aşiq, mən bir xudkar qızı. Sənin varın, pulun varmı ki məni alasan?" Nigar xanımın cavabında aldı Koroğlu görək nə dedi. Uca uca dağlar başı, çənli də olar, çənsiz də olar. Cəhd eylə bir işdə tapıl, sənli də olar, sənsiz də olar. Ağ üzdə busə tək gərək, ərənlər İsa tək gərək, gözəllər Nisa tək gərək, telli də olar, telsiz də olar. Koroğlunun atı olsa, dəmir polad qatı olsa, bir igidin zatı olsa, pullu da olar, pulsuz da olar. Nigar xanım dedi: "Tutaq ki malsız da, pulsuz da mən sənə getdim. Sən məni xudkar da necə ala bilərsən? Osmanlı qoşununun içində necə çıxardarsan? Çıxartsan da hara apararsan?" Nigar xanımın cavabında götürdü Koroğlu görək nə dedi. "Ala gözlü Nigar səni mən kənli belə aparıram. Çəkərəm qırat tərkinə, dönərəm yelə aparıram. Mailəm gözün, qaşına, uğrayaram savaşına, durub dolanla başına, tutaram dilə aparıram. Tülək tərlan qorxmaz sardan, göğül ayrılmaz nigardan, səni zorla xudkardan, alaram belə aparıram. Saymaram xudkarı, xanı, qoşuna vermərəm amanı, meydan içində al qanı, döndərrəm selə aparıram. Koroğlu gəlib damağa, zərbə dözməz sultan ağa, qıratı saptırram dağa, çardaqlı elə aparıram." Nigar xanım dedi: "Çox yekə-yekə danışırsan. Məni çardaqlı çənli belə nə ilə apararsan?" Koroğlu dedi: "Səni qırata mindirib aparıram." Nigar xanım dedi: "Sənin qıratın necə atdı?" "Qulaq as, deyim qırat necə atdı." Aldı Koroğlu. Uca dağ başında yel kimi əsər, bu günümdə mənə ürək qıratım, bir aylıq mənzili bir gündə kəsər, kəhləm bəsləmişəm, gərək qıratım. Yolların tozunu göyə qaldırar, mexnət üstünü birdən aldırar, meydanın içində düşmən saldırar, olar yiyəsinə dirək qıratım. Qoç Koroğlu qonar olsa yəhərə, yağı düşmanları salar qəhərə, axurda arpasın qoymaz səhərə, dara düşsəm mənə kömək qıratım." Nigar xanım dedi: "Sən ki qıratı belə təriflədin, gedək ona tamaşa eləyim. Görüm barı tərifinə görə varmı?" Koroğlu dedi: "Gedək, baxın, tərifimə görə olmasa, onda mənə qəzəb eləyin." Nigar xanım 40 incə qız başında Koroğlu ilə bağdan çıxıb qıratın yanına gəldi. Bu zaman Koroğlu sıçrayıb qırata mindi. Əlini atıb Nigar xanımı qızıl quş kimi tərkinə çəkdi. Çənli belə yol başladı. Bu tərəfdən Nigar xanımın qaçırılmasını qızlar qaçıb xudkara xəbər verdilər. Xudkar o saat hökm elədi, qoşun atladı. Koroğlunun dalınca düşdü. Koroğlu şəhərdən xeyli aralanmışdı.
Gördü, Osmanlı qoşunu yetir ha yetirdir. Qıratın başını geri döndərib qoşun ilə dava eləmək istədi. Nigar xanım dedi: "Koroğlu, əvvəl məni götürüb qaçmayaydın. İndi ki aparırsan, qayıtma. Sür, apar, get. Atamın qoşunu çoxdur. Sən təhsən. Onlarla bacarmazsan. Dava eləmə." Koroğlu dedi: "Mən səni çənli belə bu cür apara bilmərəm. Dəlilər deyərlər, Koroğlu getdi, Xudkarın qızın qaçırıb gətirdi. Gərək dava eləyəm, qoşun qıram, qan tökəm, paşa öldürəm, səni elə aparam." Koroğlu bunu deyib, Nigar xanım da tərkində Misri qılıncı çəkib qayıtdı, özünü Osmanlı qoşununa vurub qoğqa eləməyə başladı. Koroğlu burada dava eləməkdə olsun, sənə Çənlibeldən, dəlilərdən xəbər verim. Koroğlu gedəndən sonra dəlilər dedilər, Koroğlu tək getdi. Sonra ələ keçər, tutular, başsız qalarıq. Dalınca getmək gərəkdir. Dəlilərdən bir neçəsi Çənlibeldə qaldı, qalanı atlandı, Koroğlunun dalınca getdi. Dəlilər o vaxt yetişdilər ki, qızğın dava idi. Koroğlu sağa sola qılınc vururdu. Qoşun onu ortalığa alıb tutatut idi. Dəlilər nərə çəkib özlərini Osmanlı qoşununa vurdular. Qoşun əhli dəlilərin hücumundan qorxub Koroğlunun başından aralandı. Koroğlu göz gəzdirdi. Dəliləri qızğın dava eləyən gördü. Göylü açıldı. Aldı görək tərkində ağlayan Nigar xanıma nə dedi? Ağlama telli nigarım, gəldi dəlilərim, gəldi. Xudkar qızı, gözəl yarım, gəldi dəlilərim, gəldi. Düşmənə qılınc çəkməyə, başları biçib tökməyə, paşalar qəddi bükməyə, gəldi dəlilərim, gəldi. Qurbanam mərdin adına, dostunu salar yadına, bugün bir ər imdadına, gəldi dəlilərim, gəldi. İgidin kəsməz qoğası, həməşə olar davası, Koroğlunun qoç arxası, gəldi dəlilərim, gəldi. Koroğlu sözünü qutarıb bir nərə çəkdi. Koroğlunun nərəsinə dəlilər daha da qızışdı. Koroğlu bir yandan, dəlilər bir yandan Xudkarın qoşunundan çox qırdılar. Qoşun dəlilərin hücumuna davam gətirmədi, qaçıb dağıldı. Koroğlu tərkində Nigar xanım, başında dəlilər Çənlibelə yollandı. Uzaq yolları keçib, dağları, yamacları aşıb Çənlibelə gəldilər. Nigar xanım gördü, çatdıqları yer uca dağların başı, güllü, çiçəkli bir oğlaqdır. Dedi, Koroğlu, Çənlibel budurmu? Nigar xanımın cavabında aldı qoç Koroğlu, görək nə dedi. Çiskinli dağların başı, Nigar, Çənlibel budur bu. İgidlər açar savaşı, Nigar, Çənlibel budur bu. Çəkib bəzirgan soyduğum, qafilələr boş qoyduğum, paşalar gözü oyduğum, Nigar, Çənlibel budur bu. Xudkarlar bata bilməyən, cömərtlər tuta bilməyən, köşkünə yata bilməyən, Nigar, Çənlibel budur bu. Ucalardan uca dağı, hərgiz gələ bilməz yağı, Koroğlu tək oğlağı, Nigar, Çənlibel budur bu.